15'te, 16'da, 1'de, 2'de, 3'te, 4'te, 5'te, 6'da, 7'de, 8'de, 9'da. Merve. Bəli. Merve, yanıltmaca ne demektir? Ne deməkdir? Yanıltmacalar. Yanıltmac. Yanıltmac dili danışıq qabiliyyətini gözəlləşdirmək üçün deyilən, o da şifahi xalq ədəbiyyatının bir növüdür də. Tez-tez aşpaz Abbas aş atmış, atmışla da az açmış. Məsələn, bu yanıltmacdır, tez-tez deyilir, sözlər bir-birinə oxşar olur. Deməli, neçədə... Yox, 166-da nədir? İşləmə. Gözlə. 9'da 36 dedin, nə düzdür nömrə? 10'da, 11'də, 12'də, 13'də, 14'də, 15'də, 16'da, 17, 1'də, 2'də, 3'də, 4'də, 5'də, 6'da, 7'də, 8'də, 9'da, 10'da, 11'də, 12'də,